Bugün Azərbaycan tarixinin ən qürurlu, ən şanlı günlərindən biridir. Zəfər günüdür. Bu möhtəşəm günü bizə bəxş edən bütün qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Azərbaycan xalqını bu qələbə günü münasibəti ilə ürəkdən təbrik edir, şəhid ailələrinə və şəhid övladlarına sonsuz sevgi və hörmətimizi çatdırırıq. Siz vətənimizin qəhrəmanlıq tarixinin ən uca zirvəsindəsiniz. İndi isə gəlin 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Hacı Qabul rayonunun igid oğullarını birlikdə tanıyaq və onların müqəddəs xatirəsini anaraq baş əyək. Quliyev Turab Əli Səfaoğlu 10 aprel 1990-cı ildə Hacı Qabul rayonunun Ələkli kəndində dünyaya göz açmış, 4 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hüseynov Nicat Adiloğlu 30 mart 1987-ci ildə Hacı Qabul rayonunun Meyliman kəndində dünyaya göz açıb, 21 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Şirəliyev Mehdi Yalçınoğlu 16 fevral 1996-cı ildə Hacı Qabul rayonunun Meyliman kəndində dünyaya göz açmış, xüsusi təyinatlı qüvvələrin giziri kimi 7 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhadət ucalıb. Yaqubov Ümbət Mərhəmətoğlu 1998-ci ilin sentyabrın 4-də Hacı Qabul rayonunun Meyliman kəndində dünyaya göz açmış, Qırmızı Baza istiqamətində gedən döyüşlərdə şəhid olub. 30 noyabr 2020-ci ildə isə dəfn olunub. Kərimli Qalası Müslümoğlu 8 fevral 2000-ci ildə Hacı Qabul rayon Muğan qəsəbəsində dünyaya göz açıb. 2020-ci ilin noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə şəhadət ucalıb. Zeynalov Qubad İslamoğlu 15 fevral 2001-ci ildə Hacı Qabul rayonunda dünyaya göz açıb. 5 fevral 2021-ci ildə isə dəfn olunub. Əbdülrəhmanov Şöhrət Böyükbəyoğlu 1991-ci ilin fevralın 14-də Hacı Qabul rayon Şorbacı kəndində dünyaya göz açmış, gizir kimi 2020-ci ilin oktyabrında Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadət ucalıb. Abbasov Hüseyn Əlizadəoğlu 1993-cü ilin fevralın 13-də Hacı Qabul rayonunda dünyaya göz açmış, xüsusi təyinatlıların giziri kimi Suqovuşan uğrunda gedən döyüşlərdə şəhadət ucalıb. 29 noyabr 2020-ci ildə isə dəfn olunub. Qasımov Elman Yunisoğlu 8 noyabr 1999-cu ildə Hacı Qabul rayonunda dünyaya göz açıb. 2020-ci ilin 9 oktyabrında Tərtər rayonunun Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub. Odlu kəndində dəfn olunub. Mirzəyev Məsud Faziloğlu 9 aprel 2002-ci ildə Hacı Qabul rayonunda dünyaya göz açmış, Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. 26 noyabr 2020-ci ildə isə dəfn olunub. Əhmədov Səbuhi Ziyafətoğlu 6 iyun 2002-ci ildə Hacı Qabul rayon Muğan qəsəbəsində dünyaya göz açmış, Xocavənd istiqamətində gedən döyüşlərdə isə şəhid olmuşdur. Ağaməmmədov Xəyal Salamoğlu 23 avqust 1992-ci ildə Hacı Qabul rayonunun Kolanı kəndində dünyaya göz açıb, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Bağırov Süleyman Kamiloğlu 21 may 1995-ci ildə Hacı Qabul rayonunun Qubalı Baloğlan kəndində dünyaya göz açıb. 8 noyabr 2020-ci ildə Şuşa istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Nurzalıyev Elməddin Səfəroğlu 22 noyabr 1996-cı ildə Hacı Qabul rayonunda dünyaya göz açıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ağayev Mənsur Ağaoğlu 29 iyul 1994-cü ildə Hacı Qabul rayonunun Padar qəsəbəsində dünyaya göz açıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Qasımov Həsən Şöhrətoğlu 27 may 1997-ci ildə Hacı Qabul rayonunun Tağlı kəndində dünyaya göz açıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 noyabr 2020-ci ildə Tağlı kəndində dəfn olunub. Ağamalıyev Şəhriyar Əvəzoğlu 28 sentyabr 1989-cu ildə Hacı Qabul rayonunda dünyaya göz açıb. 30 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Məlikov Əhməd Məmmədoğlu 23 dekabr 1999-cu ildə Hacı Qabul rayonunun Qarasu kəndində dünyaya göz açıb. 28 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 30 oktyabr 2020-ci ildə isə dəfn
dəfn olunub. Alışov Samir Cəliloğlu 23 avqust 1997-ci ildə Hacıqabul rayonunun Qubalı kəndində dünyaya göz açıb. 24 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Zeynalov Fikrət Hikmətoğlu 17 dekabr 1995-ci ildə Hacıqabul rayonunun Rəncbər kəndində dünyaya göz açıb. 16 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 23 oktyabr 2020-ci ildə isə dəfn olunub. Mehdiyev Səttar Rafiqoğlu 18 avqust 1993-cü ildə Hacıqabul rayonunda dünyaya göz açıb. 3 oktyabr 2020-ci ildə Madagestu Qovşan kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid olub. Tağıyev Royal Tağoğlu 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində dünyaya göz açıb. 6 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Badalov Ruslan Allahyaroğlu 19 sentyabr 1997-ci ildə Hacıqabul rayonunda dünyaya göz açıb. 27 sentyabr 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. 4 oktyabr 2020-ci ildə isə dəfn olunub. Balabeyov Pərviz Tofiqoğlu 14 iyun 1987-ci ildə Hacıqabul rayonunda dünyaya göz açıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Qarabağın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir. Qazilərimizə can sağlığı, xalqımıza isə daim qalib və birlikdə olmaq arzulayırıq.